Biz isə buraxılışımızı phishing hücumlarla davam etdiririk. Bugün phishing hücumlar sadə internet istifadəçisi ilə bərabər həm də böyük şirkətlərə və sahibkarlara zərər vurur. Bu səbəbdən də ən məkirli üsullardan biri hesab edilir. Çünki kiberdələduzlar maskalanır və sizə bu böyük şirkətlərin nümayəndələri adından müraciət edir. Eyni misalı biz bəzi dövlət qurumları ilə də bağlı çəkə bilərik. Məsələn, kiberdələduzların növbəti hədəfi yenə də Azərpoçtdur. Sistemdən daha çox etibar hədəfdədir. Azərpoçt üzərindən yeni təhlükə siqnalı. Telefonunuza bir mesaj gəlir. Bağlamanız paylama məntəqəsinə çatıb. Kiçik bir məbləğ ödəyin və yaxud linkə daxil olub ünvanı təsdiqləyin. Göndərən isə tanış görünür, Azərpoçt. İlk baxışda adi bildiriş təsiri bağışlayan bu mesajlar əslində böyük bir təhlükənin xəbərçisidir. Çünki kiber məkanda təhlükələr artıq sosial məkanda olan istifadəçilərin etibarını da hədəf alır. Son günlərdə kiberdələduzlar Azərpoçt MMC-nin adından istifadə edərək vətəndaşlara SMS-lər göndərir, onları saxta internet səhifələrinə yönləndirir və nəticədə bank kartı məlumatları, şəxsi informasiyalar kimi həssas məlumatları ələ keçirməyə çalışırlar. Lakin burada məsələ yalnız bir saxta link və ya bir neçə mesajdan ibarət deyil. Diqqət çəkən əsas məqam vətəndaşların etibar etdiyi bir qurumun adından istifadə olunmasıdır. Görünür, kiberdələduzlar anlayır ki, insanlar dövlət qurumunun, poçt xidmətinin və ya gündəlik istifadə etdiyi platformanın adını gördükdə daha az şübhələnir. Əvvəllər əsas təhlükə kimi dövlət saytlarının sındırılması, sistemlərə texniki müdaxilə və ya məlumat keçlərinin ələ keçirilməsi müzakirə olunurdusa, artıq kiber təhdidlərin xarakteri dəyişir. Bugün hücumlar daha səssiz, hesablanmış və psixoloji xarakter daşıyır. Kiberdələduzlar phishing məqsədi ilə çox vaxt tanınmış şirkətlərin, təşkilatların və ya dövlət qurumlarının adından kütləvi elektron poçt və ya SMS göndərirlər. Burada əsas məqsəd insanları saxta internet səhifələrinə yönləndirməklə onların fərdi məlumatlarını, o cümlədən kart məlumatlarını ələ keçirməkdir. Phishing mesajlarından necə qorunmaq olar? İlk növbədə göndərilən linklərə daxil olmazdan öncə domen ünvanını diqqətlə oxumaq vacibdir. Domen adında əgər orfoqrafik sərf olarsa və ya qəribə simvollar olarsa, bu dələduzluq əlamətidir. Vətəndaşlardan xahiş edirik ki, kiberdələduzluq halları ilə qarşılaşdıqda mütləq vaxtında aidiyyatı qurumlara məlumat versinlər. Son illər dövlət xidmətlərinin rəqəmsallaşması, elektron ödənişlərin və onlayn platformaların geniş yayılması kiberdələduzların da dırnaqarası iş proseslərini dəyişib. Artıq təkcə rəsmi platformalara texniki müdaxilə yox, onların görünüşünü, adını və ictimai etibarını imitasiya etmək daha çox istifadə olunan üsullardan hesab edilir. Azərpoçt adı ilə göndərilən saxta SMS-lər də məhz bu tendensiyanın davamı kimi görünür. Çünki bu cür mesajlar vətəndaşlarda ani bir qərar vermə hissi yaradır. Bağlama sizi gözləyir, çatdırılmaq üçün ödəniş lazımdır və yaxud linkə daxil olub ünvanı təsdiq edin kimi ifadələr vətəndaşlarda çaşqınlıq yaradır. Halbuki ani bir diqqətsizlik bank kartı məlumatlarının oğurlanmasına, şəxsi məlumatların ələ keçməsinə və ən əsası böyük maliyyə risklərinə yol aça bilər. Bəs belə halların qarşısını almaq üçün hansı addımlar atılır? Azərpoçt vətəndaşlara göndərilən rəsmi bildirişləri necə fərqləndirir? Saxta domenlər və SMS-lərlə bağlı monitorinq hansı formada həyata keçirilir? Mesajlar göndərilir ki, bağlamanız çatıb, lakin ünvan çatışmazlığı səbəbindən çatdıra bilmirik. Bağlamanız çatıb, lakin gömrükdə saxlanılıb. Eləcə də bağlamanız artıq ambardadır, çatdırılması üçün əlavə ödəniş tələb olunur. Buradan vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, Azərpoçt ilk növbədə göndərdiyi mesajlarda vətəndaşla qarşılıqlı kontaktda keçmir. Onun göndərdiyi bütün mesajlar sadəcə məlumat xarakterlidir. Ümumiyyətlə vətəndaşlarımıza bildirmək istəyirik ki, Azərpoçtla bağlı gələn hər hansı bir SMS bildiriş olduqda dərhal reaksiya verməyə tələsməsinlər, həmin mesajı çox diqqətlə incələsinlər. Şübhəli məqam hiss etdikdə isə Azərpoçtun rəsmi veb-saytı, rəsmi sosial şəbəkə hesabları, ən əsası da 169 çağrı mərkəzi vasitəsilə əlaqə saxlasınlar və dəqiqləşdirmə aparsınlar. Bir sözlə, həmişə olduğu kimi vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən linklərə daxil olmamaq, bank kartı məlumatlarını şübhəli platformalarda paylaşmamaq və məlumatları yalnız rəsmi mənbələr üzərindən yoxlamaq tövsiyə olunur. Rəqəmsallaşan dünyada etibarın özü də müdafiəyə ehtiyac duyur.